Oktyabrın 28-də Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Milli Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Socar Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın 3 rayonunda qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq mətbuat. Hey Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M. Müşfiq, N. Nərimanov, Qutqaşınlı, Ələkbərov, A. Sultanova, M. Fətəli, A. Şaiq, M. Muxtarov, M. Rahim, Zərgərpalan, S. Dağlı, Tə. Xəlilbəyli, Səfərli, Nizami, Yu. Hacıbəyov, S. Vurğun, Xəqani, Rə. Behbudov, Rərzə, Mərdanov qardaşları. İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və Kərimov küçələrinin, Maşdağa qəsəbəsi, Gülçülük sovxozunun, həmçinin Xətai rayonu üzrə isə Heysalmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.